Salam. Biologiya 8-ci sinif 2-ci hissədən dərsimiz olacaqdır 6.2 mövzu olaraq. Bildiyiniz kimi keçən dəfə mən bu mövzu haqqında məlumat verəndə vaxtla əlaqədar dərsin müəyyən qismini çatdıra bilməmişdim. Odur ki, qalan haqqında və ümumiləşdirici və öyrəndiklərinizi yoxlayın haqqında məlumat verəcəyəm. Bildiyiniz kimi daxili mayalanma ilə gedən orqanizmlər hansı ki bunlar boğmayaqlardır, sürünənlərdir, quşlardır, məməlilərdir. Onlarda qamet yaranır. Qamet erkək və dişi qametlər olur və deməli mayalanma prosesi daxili mayalanma zamanı dişi fərdin bədənində həyata keçirilir. Bildiyiniz kimi cinsiyyətli çoxalmaya həm də partogenezə misal göstərmək olar. Partogenez mayalanmamış yumurta hüceyrədən yeni bir orqanizmin əmələ gəlməsidir. Əmələ gələn orqanizmlər ya erkək ya dişi olur. Bax, bu gördüyünüz kimi bəzi mənənələrdə, bəzi canlılarda partogenezə rast gəlmək olur. Mənənələrdir, sonra erkək bal arısıdır, dafniyadır. Bunlar yumurta hüceyrə mayalanmadan əmələ gələn orqanizmlərdir ki, bunlara partogenez deyilir. Elə orqanizmlər var ki, onlar inkişaf edən zamanı yeni yaranan balalar bilavasitə valideyn orqanizmlərinə oxşar olur. Deməli, onlara oxşar, yəni valideynlərə oxşar nəsil yaranmış olur. Bunlara düznə inkişaf deyilir. Quşlardır, məməlilərdir, zəlilərdir, hörümçəklərdir, çoxayaqlardır, sürünənlərdir. Düznə inkişafa misal göstərmək olar. Bundan başqa dolayı yolla inkişaf da mövcuddur ki, onurğasız heyvanlardan sfoid meduzalardır, boğmayaqlardır. Onlarda dolayı inkişaf müşahidə olunur. Bax, bu gördüyünüz təsvirdəki şəkil sfoid meduzanın dolayı inkişafıdır. Gördüyünüz kimi yetkin fərdə birində spermatozoid, digərində yumurta hüceyrə əmələ gəlir. Mayalanmış yumurta hüceyrə planla oxşayır. O heç də yetkin orqanizmə oxşamır və bir neçə çevrilmə ilə gedərək nəhayət cavan meduzanın yaranmasına səbəb olur ki, belə inkişaf dolayı yolla inkişaf adlanır. Bildiyiniz kimi dolayı yolla inkişaf həm də bu cücülərdə mövcuddur. Onlarda dolayı inkişaf ola bilər ki, tam çevrilmə yolu ilə inkişaf eləsin və yaxud da ki, natamam çevrilmə yolu ilə inkişaf etmiş olsun. Gördüyünüz kimi yetkin fərd, yumurta, süfrə, pup və yenidən yetkin fərdin əmələ gəlməsi ilə gedən inkişaf tam çevrilmə yolu ilə gedən inkişaf adlanır. Natamam çevrilmə ilə gedən inkişafda isə yumurtadan çıxan süfrə nəhayət bir neçə dəfə qabıq dəyişdikdən sonra yetkin fərd mərhələsinə çatmış olur. Gördüyünüz kimi hər iki bu inkişaflar istərsə tam, istərsə də natamam çevrilmə ilə gedən inkişaflar dolayı yolla inkişaf hesab olunur. Burada öyrəndiklərinizi tətbiq edin. Baxırıq burada cədvəli deyir tamamlayın. Mən burada qeyd eləmişəm vaxtla əlaqədar. Valideyn fərdlərin sayı veribdir qeyri-cinsi çoxalmada. Bildiyiniz kimi qeyri-cinsi çoxalmada bir valideyn fərdi iştirak edir. Ya otumurcuqlanır, ya bölünür və yaxud da ki, çoxlu hüceyrələr əmələ gətirir və s. Cinsi çoxalmaya gəlincə bildiyiniz kimi cinsi çoxalma zamanı iki valideyn fərdi iştirak edir. Onlardan biri erkək fərd, digəri isə dişi fərd hesab olunur. Qamet əmələ gəlməyə gəlincə qeyri-cinsi çoxalmada qamet əmələ gəlmə prosesi yoxdur. Cinsi çoxalmada isə həm erkək, həm də dişi qametlər yaranmış olur. Spermatozoiddə yumurta hüceyrənin birləşməsi bildiyiniz kimi qeyri-cinsi çoxalmada qamet əmələ gəlmədiyinə görə belə bir proses yoxdur. Amma cinsi çoxalmada erkək və dişi qametlərin birləşməsi mayalanma adlanır. Nəsil sayına gəlincə qeyri-cinsi çoxalmada çoxlu miqdarda nəsil sayı olur, cinsi çoxalmada isə az sayda nəsil əmələ gətirmiş olurlar. Valideyn fərdlərə oxşarlığa gəlincə bildiyiniz kimi qeyri-cinsi çoxalma zamanı hamısı eyni cinsiyyətli, eyni olan fərdlər yaranır, tamamilə ana orqanizmin təkrarı olurlar. Cinsi çoxalma zamanı isə fərqli genetik müxtəlifliyə malik olurlar.
onlar həm də xarici görünüş xüsusiyyətlərinə görə ola bilər ki, valideyn fərqlərindən fərqlənmiş olsunlar. Nəsil qayğısına qalmağa gəlincə, qeyri-cinsi çoxalma zamanı nəsil qayğısına qalma yoxdur. Cinsi çoxalma zamanı isə nəsil qayğısına qalma mövcuddur. Nəslin sağ qalmaq ehtimalına gəlincə, qeyri-cinsi çoxalma zamanı qeyri-müəyyən sayda canlı yetkin hala gəlib çata bilir, cinsi yetişkənlik halına, amma cinsi çoxalma zamanı nəslin sağ qalma ehtimalı yüksək olur. İndi burada soruşulur ki, müzakirə edin. Hansı mayalanma üsulunda nəslin sağ qalma ehtimalı daha yüksək olur? Niyə? Bildiyiniz kimi, cinsiyyətli çoxalma zamanı həm genetik müxtəliflik olur, odur ki, keyfiyyət yüksəkliyi olur, onlar daha yaxşı uyğunlaşa bilirlər mühit şəraitinə və deməli, sağ qalma ehtimalları da onlar qorunduğuna görə valideynlər tərəfindən daha yüksək olmuş olur. Sonra soruşulur, sizin fikrinizcə hansı çoxalma üsulunda nəsil ətraf mühitin şəraitinə daha yaxşı uyğunlaşır? Cavabınızı əsaslandırın. Mən qeyd elədim ki, cinsi çoxalma zamanı genetik müxtəliflik yaranır, yüksək keyfiyyətli orqanizmlər əmələ gəlir. Odur ki, onların mühit şəraitinə uyğunlaşması da daha yüksək olur. Sonra inkişafı tam çevrilmə yolu ilə gedən həşəratlarla inkişafı natamam çevrilmə yolu ilə gedən həşəratlar arasında hansı fərq var? Hər ikisi dolayı inkişafdır, amma onu qeyd eləyək ki, tam çevrilmə ilə gedən inkişafda 4 mərhələ ilə olur. Bu mərhələsi olur, amma natamam çevrilmədə isə pop mərhələsinə rast gəlinmir. Bu səhifədəki yuxarıda şəklə diqqətlə baxsaz, özünüz də bunu görə bilərsiniz. Pop mərhələsi natamam çevrilmə ilə gedən inkişafda yoxdur. Öyrəndiklərinizi yoxlayın. Baxaq görək burada nəyi deyir? Niyə görə partogenet cinsi çoxalma üsulu sayılır? Çünki burada yumurta hüceyrə qamet iştirak eləyir. Bildiyiniz kimi qeyri-cinsi çoxalmada qamet əmələ gəlmir. Burada qamet iştirak elədiyinə görə partogenet cinsi yolla çoxalma üsulu sayılır. Onun orqanizm üçün əhəmiyyəti nədir? Sürətli çoxalmaya xidmət edir. İkinci, daxili mayalanmanın xarici mayalanmaya nisbətən üstünlükləri nədir? Bildiyiniz kimi, daxili mayalanma dişi fərdin bədən daxilində həyata keçirilir. Xarici mayalanma isə su mühitində, ümumiyyətlə mühit şəraitində həyata keçirilir ki, xarici mühitdə mayalanmanın üstünlükləri ona görə daxili mayalanmadan az olur ki, onlara biotik və abiotik amillər təsir göstərməklə onların inkişafını çətinləşdirmiş olurlar. Üçüncü soruşulur, xarici mayalanma hansı xüsusiyyətlərinə görə fərqlənir? Bildiyiniz kimi, xarici mayalanma mühit şəraitində həyata keçirilir və qeyd elədim ki, onlarda nəsil qayğısına qalma olmur, hamısı eyni cinsiyyətli olur və mühitin müxtəlif amilləri onlara təsir göstərmiş olur. Bu da onların sayının azalmasına gətirib çıxarır. Dördüncü soruşulur, nə üçün dolayı inkişafın sonradan əmələ gəlməsi ehtimal edilir? Bunun bioloji əhəmiyyəti nədir? Biz deyirik ki, dolayı inkişaf sonradan yaranır. Niyə görə deyirik? Bildiyiniz kimi, dolayı inkişaf zamanı yumurtadan əmələ gələn süfrə qidalanması üçün ana orqanizmdə fərqli mühitdə yaşayır, fərqli qidalarla qidalanır, yetkin fərdə çatanda isə başqa qidaları qəbul edir və belə bir şərait onların yəni gələcək nəsilləri ilə özləri valideyn formaları arasında yaşamaq uğrunda mübarizənin zəifləməsinə gətirib çıxarır. Onlar bir-birinə çox da mane olmurlar, müxtəlif şəraitlərdə yaşadıqlarına görə müxtəlif cür qidalara ehtiyacları olduğuna görə onların sağ qalma ehtimalı da daha yüksəkdir. Ona görə də deyirik ki, deməli, dolayı yolla inkişaf bioloji əhəmiyyətinə görə daha yüksək hesab olunur. Bu qədər. Sağ olun.